Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə cücələrdə qan gedəndə hansı dərmanları vermək lazımdır. Çünki bir çox abunəçilərim bu haqda yazır ki, ay cücələrimizdə qan getdi, hansı dərmanı verək, nə edək? Yəni mən belə deyim, sınadığım, effektini gördüyüm dərmanları bu gün sizə məsləhət görəcəyəm. Yəni onları verə bilərsiniz. Bu cücələrinizdə əgər qan gedirsə, tək cücədə yox, hündüşka balasında zətdə də olur. Bunları siz həm profilaktik olaraq verə bilərsiniz, yəni əvvəldən, heç qan getmədən, həm də sonra verə bilərsiniz. Yəni sonra deyəndə, yəni əgər düşübdürsə, qan gedirsə, onda başlayıb verə bilərsiniz. Çox gözəl, güclü dərmanlardır. Yəni tez müalicə edir. Deməli, əziz izləyicilər, ilk öncə onu qeyd edim ki, bu qan getmə nədən baş verir? Yəni cücələrdə xüsusən də bu 2 ayına kimi qan gedə bilər. Bu da cücənin belə deyək də qan gedir, bütün cücənin bağırsağınızdan gedir. Bu da cücəni zəiflədir və öldürür. Bunun tez qarşısını almaq lazımdır və bu nədən olur? Bu xüsusən yağışlı havalarda baş verir, yəni virusdan. Yağış yağanda cücələriniz əgər çöldədirsə, məsələn setkada saxlayırsınızsa, yağış da yağırsa onun suyunu içirlər və yaxud o havadan, həmçinin otun üstünə düşür, siz də otu yığıb yağışlı verirsiniz və yaxud özlərini buraxsınız, gedib o otlayırlarsa, bundan düşə bilər. İlk öncə qapalı şəraitdə 1-2 ay saxlayın cücələri, günlü havalarda çölə buraxın, yağış yağanda çox çölə buraxmayın. Və əgər bu düzdür, təbii ki, qapalı şəraitdə də düşə bilər, cücələrdə qan gedə bilər. Onda nə edirsiniz? Yəni bu dərmanları verirsiniz. Birinci dərman, əziz izləyicilər, Baykoksdur. Baykoks çox yaxşı dərmandır, yağlı dərmandır. Yəni bilənlər bilir, bilməyənlər üçün deyirəm. Alırsınız, suyuna 1 litr suya 1 qramda, əgər güclüdürsə 2 qram tökəv verə bilərsiniz və bunu 4-5 gün verirsiniz. Təbii ki, bir həftə də verə bilərsiniz ki, daha yaxşı effekt versin. Yəni yaxşı şeyləsində, belə deyək, müalicə eləsin, o xəstəlikdən sağaltsın cücələrdə əgər qan gedirsə. Baykoks çox gözəl, belə deyim, dərmandır. Bu Baykoksu suyuna qatıb verirsiniz. Yəni məsələn cücənin sayına uyğunda gündə məsələn 3 litr, 5 litr içirlərsə, məsələn 5 litrə 10 qram qatsız verirsiniz və bunu 4-5 gün verə bilərsiniz. Bir həftədə versəz daha da yaxşı olar ki, bütün təmizləsin. O bəzilərində çox belə deyim də qan gedir, zəifliyiblər, yaxşı yemirlər, içmirlər. Onlara isə şprislə çəkib boğazlarına tökə bilərsiniz. Yəni bu cücələrdə 2 ayına kimi olur bu xəstəlik. Yəni bu Baykoks çox gözəl dərmandır. Ondan sonra deməli insan aptekində satılır Levamitin və Amprolim. Amprolimi şeydən, baytarlıqdan alsınız. Düzdür, baytarlıqda da çox vaxt Levamitin olur və ikisini bir yerdə verirlər. Deyəndə ki, cücəmizdə qan gedir. Onları alırsınız. Kanalımda o haqda məlumat var. Yəni addelini ayrı çəkmişəm. Amprolimlə Levamitini necə hazırlayıb cücələrə verirsiniz. Yəni Levamitini əzisiz 3-4 tabletkasını Amprolimlə qatıb verirsiniz. O haqda kanalımda video var, girib belə deyərdim, baxa bilərsiniz. Yəni bu da çox yaxşı cücələrin qanını müalicə eləyir. Həmçinin də əziz izləyicilər, bunu da 4-5 gün verirsiniz. Təbii ki, bir həftədə verə bilərsiniz ki, daha da yaxşı belə deyək də müalicə eləsin. Ondan sonra
qan getmənin üçüncü yaxşı müalicə eləyən dərman deməli Toltracox. İndi mən hamısının adlarını yazacağam. Toltracox dərmanıdır. Videonun altından mən hamısının adını yazacağam. O da çox yaxşı müalicə edir. Yəni cücələrinizdə qan getdisə, baytarlıqdan bu dərmanı alıb verə bilərsiniz ki, belə deyək, cücələri yaxşı müalicə eləsin. Yəni qan getmədən yaxşı o da müalicə eləyir. O haqda da kanalımda video var, necə hazırlanır, necə verilir. Təbii ki, onu da 4-5 gün verə bilərsiniz, ancaq yaxşı şey olsun deyə, müalicə olunsun deyə belə deyim, bir həftə 7 gün verə bilərsiniz ki, daha da yaxşı müalicə olunsun. Bir də əziz izləyicilər, dördüncü dərman isə bu qan getməyə qarşı Coccidixdir. O da çox yaxşı dərmandır. Coccidix. Bu da baytarlıq aptekində satılır. Bu haqda da mənim kanalımda video var. Alıb ondan da verə bilərsiniz. Əgər cücələrinizdə qan gedirsə. İndi mən hamısına adını yazacağam. Siz hansını tapsaz, ondan belə deyərdim, verib cücələri müalicə edə bilərsiniz. Yəni bu 4 dərman cücələrin qandan belə deyək də yaxşı müalicə edir. Alıb onları versiniz. Yəni hamısını bir yerdə yox da, yəni ayrı-ayrı siz hansını tapsaz bu 4 dərmandan birini. Bu 4 dərman çox yaxşı cücələr müalicə edir. Ümumiyyətlə məndə o xəstəlik olanda, yəni elə xəstəlik düşəndə mən onlardan verirəm. Yəni bu dərmanlardan hansını tapsam verirəm. Bu 4 dərmanı. Yəni siz də alıb cücələrinizə əgər qan gedirsə, bu dərmanları alıb verə bilərsiniz. İndi mən videonun altından hamısının adını yazacağam. Birincisi Baycox'dır. Ondan alsız, çox yaxşı, güclü dərmandır. Bir həftə versəz daha da yaxşıdır. Yəni 3-4 gün verilir. Ancaq cücələrdə çox şey varsa, yəni belə deyək də, qan getmə varsa və cücələr çox zəifliyibsə, bir həftədə verə bilərsiniz ki, daha da yaxşı olsun. O içməyənlərin də, zəifləyənlərin də bayaq dediyim kimi ağızlarına şprislə çəkib tökə bilərsiniz. Baycox, ondan sonra ikinci Amprolim və Levamicini qatıb verirsiniz. Üçüncü Toltracox dərmanıdır. Toltracox, onu verirsiniz. Yəni hansını tapsaz da, mən demirəm bu dördünü də bir yerdə qatıb verirsiniz. Yox. Hansını tapsaz, yəni bu 4 dənə dərman əlavə, yəni dərmanlar da ayrı-ayrı dərmanlardır. Hansını tapsaz, yəni hamısı qəşəng effektli, keyfiyyətli dərmanlardır. Və dördüncü isə deməli Coccidixdir. O da çox yaxşı dərmandır. Alıb onu da belə deyərdim, verə bilirsiniz. Bu cücələrin qan getməsinə zada qarşı yaxşı müalicə edir. Həmçinin də misal üçün cücələriniz 15-20 günlükdürsə və yaxud 1 aylıqdırsa, təbii ki, heç bir xəstəliyi yoxdursa, profilaktik olaraq ondan verə bilərsiniz ki, yəni cücələrin gələcəkdə şey eləməsin də, necə deyim, o xəstəliyə yoluxmasınlar. Ondan alıb bu dərmanlardan 4-ünü də alıb verə bilərsiniz. Yəni bax belə əziz izləyicilər, bu gün də istədim cücələrdə qan gedəndə hansı dərmanları vermək lazımdır, o haqqda danışıb məlumat verim. Sizdən də xahişim odur ki, kanalımıza abunə olun, videolarımıza like qoyun, çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Like qoyun ki, videolarımız inkişaf eləsin, mən də həvəslə bax belə gözəl videolar çəkim, sizinlə paylaşım. Like qoymusunuz, baxmısınız, videolar inkişaf eləmir, mən də nə bilim, belə də deyək də, həvəsdən düşürəm, çox videolar paylaşmıram.
Təbii ki, baxanlar, belə deyim, like qoyanların canı sağ olsun. Baxıb like qoymayanlara da nə bilim, nə deyim, sanki elə bir çətin bir işdir ora like qoymaq, o paxıllıqdır, nədir, nə deyil. Nəysə, yenə də artıq dərəcədə xahiş edərdim ki, baxdıqsa hər kəs like qoysun. Çünki 300-500 nəfər baxır, 20-30 dənə like olur. Belə. Like qoyun ki, qoy videolarımız inkişaf eləsin və kim də abunə deyil, abunə olsun. Belə, sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə.